Əmizdirmə mütəxəssisi barədə danışmaq istəyirəm. Kimdir əmizdirmə mütəxəssisi və nəyə görə analar əmizdirmə mütəxəssisinə müraciət etməlidirlər? Əmizdirmə mütəxəssisi əmizdirmə prosesini professionalca idarə edə bilən şəxsiyyədir və nəyə görə analar müraciət etməlidir? Əmizdirmə barədə hər hansı bir problem yaşanan zaman, əmizdirmə haqqında məlumatı olmayıb, körpəsini necə əmizdirəcəyini bilməyən və yaxud da südünün azaldığını düşünən, südünün yetmədiyini düşünən, ana südü ilə qidalandırmaqda çox maraqlı olan analar ki, bəzən elə analar olur ki, bunun önəmini anlamırlar. Belə analar mütəxəssisə müraciət edə bilərlər. Biz mütəxəssis olaraq ananı qısa zaman ərzində körpəsini əmizdirməyi öyrədirik, olan problemləri düzgün metod və texnikalarla həll edirik və uzun müddətli, bu əlbəttə ki, ananın seçimindən asılıdır, amma ideal dövr 2 yaşına qədər ananın körpəsini ana südü ilə qidalanmasını təmin edirik.